Dünən saat 22 radələrində Yasamal rayon ərazisində 2010-cu il təvəllüdlü bir şəxs kəsilmiş, deşilmiş vəziyyətdə xəsarətli halda xəstəxanaya çatdırılıb. Yəni bunun ancaq soyadı burada qeyd olunub, Mirzəyev, yəni baş hərfi də burada var, amma adı tam olaraq yazılmır. Mirzəyev adlı şəxsdən söhbət gedir. Ona görə göstərilən tibbi müdaxilələrə baxmayaraq həmin şəxs, yəni almış olduğu zərbələrdən, xəsarətlərdən həyatını itirib, yəni onu həyata döndürmək, qaytarmaq mümkün olmayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Novruzlu adlı şəxs saxlanılıb, araşdırmalar davam etdirilir. Hər halda bu adlar, belə deyək, dəqiq olmaya da bilər. Yəni bu kimi cinayətlərdə bəzən elə məlumatlar olur ki, onlar gizlədilir. Yəni yaş qrupuna aid olan mövzular var, xüsusi həssaslığı ilə seçilir. Ona görə tam olaraq adların açıqlanmamasına da bu cəhətdən baxmaq olar. Amma istənilən halda adı nə olsun, Vəliyev, Hüseynov, Qulamov, nə olur olsun. Yəni məsələ bu cinayətin baş verməsindədir. Soyad, ad bir şey həll etmir. Yəni cinayət niyə olmalı, nəyə görə baş verməlidir? Bunun olmaması üçün təbii ki, hər bir şəxs vətəndaşların və ya ümumiyyətlə ailə vəziyyəti ilə bu baxımdan ciddi bir problemlər artıq ola bilər. Çünki bunun daxili səbəbləri də var. İnsanlar mütləq öz ailələrinə, öz yaxınlarına, ətrafına da baxmalıdır. Yəni ailələr öz uşaqlarıyla məşğul olmalıdır. Elə bir formada yetişdirməliyik ki, biz bu kimi gərginliklərin, psixoloji problemlərin yekunda cinayət dərəcəsinə gəlib çatmasını görməyək. Burada bir vətəndaş məsuliyyəti var. Dövlətimizin üzərinə böyük bir yük düşür. Bu istiqamətdə tədbirlər həyata keçirilməli. Daha çox sıx səviyyədə müzakirələrin, görüşlərin, tədbirlərin maarifləndirmə məqsədi ilə keçirilən, belə deyək, görüşlərin şahidi olmalıyıq, daha çox təbliğat aparılmalıdır, amma özümüz də daxilimizdə iş görməliyik. Yəni dövlət öz işini görəcək, vətəndaş məsuliyyətini də hiss etməliyik. Övladlarımızı, biz gələcəyimizi, gəncliyimizi elə qrup, elə yetişdirməliyik ki, gələcəkdə bu kimi halları maksimum dərəcədə, minimum həddə yendirə bilərik, azalda bilərik. Demirəm ki, tam olaraq aradan qalıraq, bu mümkün deyil, çünki dünyanın başqa ölkələrində, bir çox dövlətlərində uzaq, yaxın fərq etməz. Buna bənzər, hətta bundan da dəhşətli hadisələr baş verə bilir. Bundan heç kim qaça bilməz, yəni bu kimi hadisələri biz yaşayacağıq, görəcəyik, amma bunun əsas odur ki, daha az olsun, daha belə deyək, minimum həddə yendirə bilək. Bu istiqamətdə təbii ki, işlərin görülməsinə ehtiyac var.